Motomuzu qəşəng çimdiririk. Səfərə hazırlaşırıq inşallah Böyük Qafqaza. Motomuz oldu çiçək kimi. Yola hazırıq. Musiqi sədaları ilə düşmüşük yola, şəhərdən çıxırıq. Çıxırıq deyəndə çıxıram. Təkəm. Gedirəm Ayaz Kara ilə görüşüm. Bizim ekstrem kampçımız İsmail'dan Lahacılı Ayaz Kara. Maraqlı insandır. Belə virtual izləyirəm çoxdandır. İnşallah bugün Lahacıda görüşməyi planlayırıq. Məncə söhbətimiz, tanışlığımız maraqlı olar. İki kampçı. Düzdür, mən kampçılığı ondan öyrənə bilərəm. Həqiqətən o tam bir çöl adamıdır. Bizim kamplar nisbətən daha mədəni kamplar olur. Uşaqlar, yeniyetmələr falan. O isə böyüklərlə daha ekstrem kamplar keçirir. Gəldik Şamaxıda. Bu gözəl məsciddə namazımıza qıldıq. Qəşəng məscid. Yolumuza davam. Qur'ana görə zalimlərin tikdiyi məsciddə namaz qılmaq olmaz. Çox net, çox qəti qadağa var. İndi mən bilmirəm bu məscidi zalimlər tikib, fikirləşə bilər ki, zalim məscid tikər. Niyə tikmir? Bal kimi də tikər zaten. Hesablasaq dünyadakı məscidlərin çoxunu zalimlər tikib. Yəni daha çox fərdi təşəbbüslə tikilən məscidlər iman üzərində təqvalı insanların əməli olur, fəaliyyəti olur. Nəinki dövlətin, ya nə bilim hansısa qurumun hansısa məqsədlə tikdiyi. Amma bu məscid xoşum gəldi, yaxşıdır. Bilmədim kim tikib, amma mən bilən çoxdan tikilib, fərdi təşəbbüsündən sonradan dövlət təmir edib bildiyimə görə. Bismillah düşdük yola. Yolda çox pis səs edir, kaskın bu kameranın taxdığım mount deyirlər də, kəməri var. Kaskın içinə girir və vizorun tam bağlanmağına imkan vermir. Ona görə yüksək sürətdə, hətta bax 70 ilə gedirəm, artıq səs, küləyin səsini eşidirsiniz, içəri vurur. Və may ayı həqiqətən təbiətin ən gözəl rəngli vaxtıdır da, yamyaşıl, bax, otluqlar. İyul ayında, avqust ayında buralar hamısı sapsarı olur. Gün yandırır. Ona görə mayın rəngi ən gözəldir. Bugün də mayın son günüdür. Bax, maşınla motonun bir fərqi də nədir? Xüsusilə də bax, belə gözəl mənzərəli rayon yollarında. Maşınla gedəndə elə bir zövqü yoxdur. Yəni, maşında oturmuşsan qapalı bir yerdə. Öyrəşdiyin, hətta şəhərdə sürməkdən yorulub bezdiyin bir şeydir. Amma və ona görə tələsirsən. Amma moto ilə gedəndə zaten sənin elə yola çıxmağında ən böyük səbəblərindən biri elə yol özüdür. Sən istirahət elədiyin şeylərdən biri yol özüdür, yəni yolda. Ona görə yavaş sürməkdən daha çox zövq ala bilirsən. Tələsmirsən. Bax, belə sola, sağa, təbiətə baxa-baxa yolun keyfini həqiqətən çıxarırsan. Yəni, vecə olmur. Gecikirsən, nə olur, ya nə bilim, vaxtın gedir. Zaten bu yolun zövqünü çıxarmaq üçün çıxmışsan yola ki, biraz belə təbiətdən moto sürək, havanı hiss edək, keyfini çıxaraq. Ona görə ümumiyyətlə mən sürət xoşlamıram, yüksək sürətlə, istər maşın, istər motor. Bir dəfə sizə bir sir deyim ki, sport motosikletimi sürəndə Aprilia'nın 250 ilə getdiyim yerdə, 242 ilə getdiyim yerdə təkərim partlayıb. Və burnumda qanayıb, yəni sapasağlam. Allahın hökmü və motosikletin belə deyək, traction kontrolu ilə heç bir şey olmuyor. Amma sadəcə onda test edirdim, Quba yoluna çıxmışdım. Bir növ motonu test edirdim ki, görüm özünü necə aparır. Düz yolda, Quba yolu, təzə yolda. Orada da elədir ki, yoldur ki, yəni 1000 ilə də getsə getməyin yeri var.
heç bir təhlükə hiss eləmirsən. Sadəcə təkərimə böyük bir şurup batmışdı. O atdı və birdən-birə təkər partladı. Yəni sözüm odur ki, məsələn, yüksək sürətdən zövq almıram. Bax, belə təbiət yollarında 70, 80, 90, trasa çıxdın 100, 110. Ən çox zövq aldığım sürət 100'dür. Maşında da, motoda da. Təbii ki, belə yollarda 100 yox, belə yolların ki, elə bax 60-70'dir. Yəni döngəli, enişli, yoxuşlu yollarda moto ilə belə aşağı sürətdə getmək həqiqətən başqa bir ləzzəti var. Belə arada solla keçmək olar da. Bax, buradan o gözəllik açılacaq yuxarıdan. Möhtəşəm mənzərə. İsmail'in o Paskal tərəfləri görsənir. Bax, o qarşıdakı təpədən qalxandan sonra. Bax, buranı ayaqdan gözləyirdim. Bura nə qəşəng. Heç buranı görməmişdim mən. Üzümləri. Buralarda yolları genişlədiblər. Bunları mən təqdir edirəm. Xoşum gəlir. İndi qalxmaq sizə gözəl bir mənzərə göstərim. Möhtəşəmlikdir də bu. Heç buralara bu halda getməmişdim. Həm çox genişləndiriblər, həm də artıq düzdür, çox dolanbaz getmişim. Amma sizə deyim ki, moto ilə dolanbaz yolların keyfi başqadır. Pereval getməyin. Bax, bu mənzərə artıq sənin Böyük Qafqazda olduğunu hiss elətdir. Aksu çayına doğru gedirik. Çox qəşəng, çox xoşum gəldi. Bu körpü də keçdi də 2025'də güya hazır olacaqdı. Deyəsən basıb yeyiblər bunu, yəqin ki gecikdiriblər, ona görə alternativ elə bax bu yolu çəkiblər ki, yəni dayva alınmadı, buradan sürün də. Mən elə qiymətləndirirəm. Buradan təzədən bitkilik həmin o köhnə yola. Okey, necə deyərlər, okey. Az bir qismi qalıb belə şeylə, Pereval şəklində. İsmail'e dağları çox gözəl. Bu körpünü deyirəm, bax. 2025'də güya hazır olmalıydı. 2026'ın yarısı gedib hələ heç bu növbəti 3 il ərzində hazır olacaq. Məncə görünmür. Amma bu yolu maşınla da getməyə başlayıram. Ümumiyyətlə Pereval xoşlayıram mən. Düz yolu isə heç sevmirəm. Yəni tam düz yol ki var. Heç bir döngəsiz, mənzərəsiz. Gəncə yolu, Qazax yolu. Adamın bağrı çatlayır. Yəni, yol belə olar. Dağlarda əsl moto havası və yolu. Baba gözəlliyi buradadır. Ləzzət. Sonra buradan təzədən belə boylanıb baxırsan o tərəfə, yeni gəldiyimiz yola. Süper. Mən indi belə kaskı çevirib kamera ora tutmuşam, elə bilərsən mən özümdə sağa baxıram. Deyərək ki, yolu sır dəyərsən, yox, gözüm qabaqdadır, kamera sadəcə sağadır. Kuşlar, kuşlar ne güzel okuyur, ne güzel okuyur. Güzel olur sende yay kış bahar, güzel olur sende yaz kış bahar. Hey 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 hey, yaşıl meşeli, könlüm neşeli, sevirəm seni güzel kendimiz. Yaşıl meşeli, könlüm meşeli, sevirəm seni güzel kendimiz, kendimiz. Yeri gəlmişkən o mahnı məhz buralarda oxunub. Ögey Ana filmi çünki bax buralarda çəkilib İsmailimin bu dağlarında.
güzel kendimiz, ne güzel kendimiz. Güzel olur sende yay kış bahar, güzel olur sende yay kış bahar. Hey 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 hey. Lay 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 lay. Tararararaylaray. Həmişə çıxım rayona moto sürüm deyəndə bax buraları daha çox təsəvvürümdə canlandırıram, çünki keyifdir də, yəni həqiqətən Allaha həmd olsun ki, belə bir gözəllikləri bizim yaşadır. Hələ Lahıc yolu var qarşıda. Oy oy oy, möhtəşəmdir. Möhtəşəmdir. Burada sürət yaxşıdır əslində. İnanıram ki, küləyin sürəti səsimi çox da boğmur, batırmır. Nəsə maraqlı söhbətlər eləmək olar düşünürəm. Bəh. Mənzəriyə gəl. İsveçrədən nə əksi idi? Gözəllik. National Geographic. Bak tam da yerine düştü. National Geographic budur bak. Milli coğrafya. Salih Baxışovun çəkilişlərini çox bəyənirəm. Ümumiyyətlə onun həyat tərzi maraqlıdır. Fəaliyyətini çox alqışlayıram, təqdir edirəm. Artıq dövlət səviyyəsində dəstəklənir. Buna da ancaq sevinə bilərik təbii ki. İşlərində uğur arzulayıram. Kamplarımızda görmək istəyərdim onu əslində. Çox dəyərli işlər görüb. Yəni heyvanat aləmimizi, təbiətimizi çox gözəl şəkildə əks elətdirir, tanıdır dünyaya. Ən çox da xoşlayıram o bəbirləri. Təbiətlə bağlı, çöllə bağlı fəaliyyətləri həm öz xarakterimə yaxın olduğu üçün sevirəm, həm də özlüyündə də həqiqətən çox dəyərli işlərdir. Bax, həqiqətən nə yaxşı ki gəldim bugün. Tərəddüd elədim ki, bəlkə maşından gedim, yüklüyüm çadırları, tulumları oradan qalxa aparım. Biraz yüküm az olsun kampa gedəndə. Sonra fikirləşdim, yox, neçə vaxtı moto arzulayıram çıxmağı. Ayağım da qırılandan sonra heç doğru dürüst moto da sürməmişdim. Möhtəşəmdir. Sözlə, kamerada bu gözəlliklər yansımır. Bunu görməyi və görməkdən də daha çox məsələ bunu motoda gedə-gedə görməkdir. Çox danışdım mən moto keyfindən. Ağzınızın suya. Həqiqətən təbliğ eləməyə çalışıram ümumiyyətlə iki təkarı. İstər şəhər həyatı üçün, istər şəhər kənarı. Çox gözəl bir vasitə. Atdır da bu. Mənim indi sürdüyüm moto çox hündürdür. Buna at deyirəm. Döndük Lahıc yoluna. 19 kilometr. Plakatları götürüblər. Yaxşı ki tanıdım, yoxsa çaşıb gedəcəkdim. Düz gedəcəkdim. Burada da möhtəşəm mənzərə var. Çox möhtəşəm. Bu yol özü görüntüsü, kənarları, qarşıdakı dağ nə qədər gözəldir. Elhamdülillah. Yaradan gözəl yaradıb. Təbiətimiz həqiqətən qəşəngdir. Bu yolda bir istirahət mərkəzi var, Qaraqaya. Sentyabr ayında oranı kəşf elədik. Hüseyin müəllimin tövsiyəsi ilə getdik, baxdıq. Yəni mən Qaşqaçaydakı kamp yerimizə alternativ bir yer tanımamışam, görməmişəm, tapmamışam. Oranı amma alternativ kimi gördüm, çünki çox yaxşı idi. Tam da bizə lazım olan görünüşdə, infrastrukturda məsafə xüsusilə yaxındır. Qaxa nisbətən 2 dəfə fərq edir. Elə burada yaxındadır əslində, qarşıdadır. Getdik, tanış olduq. Biraz rəhbərliyin
davranışı, laqeydliyi, bəzən kobudluğu hoşuma gəlmədi açığı. Əsas da sonra mən ora ikinci dəfə gələndə oktyabr ayında gecə vaxtı gəldim. Qalanda işçilər, administrator, qapıda duran hamısı piyan idi və çox belə piyan vaxtı da, səhər ayığı vaxtı da çox kobud davrandılar. Həddindən artıq kobud davrandılar və mən də belə deyək, əlimi üzdüm onlardan. Amma istəyirəm ki, ola bilsin bugün də sabahda bir gedim Akif müəllimlə orada görüşüm direktorla. Bəlkə bir mehribançılıq yarada bildik. Məncə ikimiz üçün də sərf eləyər bu anlaşa bilmək. Möhtəşəm mənzərədir bura. Həqiqətən ləzzətdir. Superdir. Oktyabrda gələndə gecə idi, bu gözəlliklə belə gündüz getməmişdim. Moto ilə gəlmişdim onda da. Sonra qaydanda da yuxarıda Lahıcıdan Dəmirçi yolu ilə getmişdim. Ora ümumiyyətlə ekstrem idi də, yəni. Yol uçub eləmişdi, orada tək, nə bilim, elə bir off-road elədim ki, özümə məəttəl qaldım. Nağarrama, nağarsan qaqa deyir. Nağar acığa deyir. Həqiqətən orada hoqqa verdim də mən. Fırlanıb gəldim oradan Dəmirçiyə, Şamaxıya. Oradan da Pirqulu düşdüm aşağıdan, qayıtdım Bakıya. Möhtəşəmdir buraların mənzərəsi. Gerçəkdən qutablayardım. Qutabın yeridir bax. O xalanın qutabı qəşəng idi, bir dəfə yemişim. Ben qabaqdakı xalada qəşəng olmalıdır. Saxlayaq bir qutablayaq. Salam. Necəsən? Bura gəzədə. Gəzdirdim. Gəz. Bu yekədir mənim balam, yıxılarsan sən buradan. Aleyküm salam. Bu qardaşdan bir qutab alaq. Çəkiliş gedir. Bax, səni qoyacağım, YouTube'da göstərəcəklər. Gəl bura çəkim səni. Adın nədir sənin? Zəhra, nə qəşəng adın bu. Özün də qəşəngsən, adın da. Qutab verəsən mənə? Pişirə bilirsən qutab. Maşallah. Qoy görüm, düşün buradan. Qutabınızı bir dadım. Zəhra qızımız motoya minmək istədi. Mindirdi yol motoya. Nə qutabı pişirirsiniz? Göy də ancaq. Qarın qutabı, fəsəli. Fəsəli də var. Maşallah. Qəşəng. Qiymətləri necədir? Göy qutabı 1 manat 50 qəpiyə, qarın 2 manat, ət 2 manat. Mənə bir dənə göy, bir dənə qarın verin. Gözəllik. Zəhra, düşürsən qızım? Gəl, düşürdüm səni. Ay maşallah. Hop. Sənə YouTube'da göstərəcəklər, baxarsan.